Ne vaxtdan ordudasın? 3-cü illiyi, 3-cü ilə keçir. Arzu nədir? Orduya gəlibsən, hansı döyüşlərdə olubsan sən? Arzum odur ki, müharibə qutarsan, döyüşlərdə də, bax, belə, Murovda, Kəlbəcərdə, Ağdərədə, Gülüstanda, Ağdamda, Fərux dağında, Mehmanidə, Çıldıranda da olmuşam. Belə, arzum odur ki, müharibə qutarsan. Hansı silahlardan istifadə edə bilirsən? Çoxsunun TŞK-dan istifadə edilə bilən minamyotdan, avtomatdan, PK-dan, RPK-dan, Zenitka-dan. Neçə yaşın var sənin? 16 Neçə ildir döyüşürsən? sildi. 3-cü ilə keçir. Düz 32 il sonra bizim efir vasitəsilə Rahib qardaşımız öz silahdaşlarını, öz döyüş yoldaşlarını tapdı. Siz də çox sağ olun ki, bugün gəldiniz, burada görüşdük. Burada görüşməyimizin səbəbi də biz hal-hazırda Göygöl rayonundayıq. Görüşməyimizin səbəbi döyüş yoldaşlarından biri şəhid olub burada. Həm onun məzarı üstündə görüşmək daha məqsədə uyğun oldu. İndi inşallah gedib ziyarət eləyəcəyik. Döyüşçülərimizlə tanış olaq, köhnə döyüşçülərimizlə. Buyurun, nə deyə bilərsiniz? Nə hisslər keçirirsiniz? Mənim sevincimin həddi yoxdur. Rahib qardaşım mən o vaxtdan axtarım tapa bilmirdim. Heç bir əlaqam yox idi. Sizin sayənizdə görüşdük. Yəni, mən o verilişə baxanda çox kədərləndim. Mən yemək yedim, mənim gözümün yaşı yediğim yemeğin içine düşürdü. Anamla bir yerdə baxırdıq, yəni qadıra. Sonra danışdıq Rahiblə.